Salam, bu dəfəki mövzumuz Almanya 20-ci əsrin 20-30-cu illərində və yaxud da Almanya Birinci Dünya müharibəsindən sonraki dövrdə. Bu mövzumuz da yenə də maraqlı mövzularımızdan biridir. İstər abituriyentlər üçün, istər isə təhsilin iştirakçısı olmayan şəxslər üçün Almanya mövzusu çox maraqlı gəlir. Niyə məhz bu Almanya? Çünki burada Almanya tarixində mühüm iz buraxmış şəxslərdən söhbət gedəcək, daha doğrusu şəxsdən. Başlayalım. Bildiyimiz üzere Almanya 1914-1918-ci illərdə Dünya müharibəsində iştirak etdi. Almanya 1871-ci ildə birləşdirilmişdir. Almanyanın Avropa dövlətlərinin hamısından, digərlərindən fərqli xüsusiyyəti o idi ki, Almanya gec birləşdirildi. Vahid olaraq 1871-ci ildə Almaniyada 2-ci imperiya dövrü başladır. 1871-ci ildə və Almanya gec birləşdirilməsi onun sürətlə digər Avropa dövlətlərindən, Fransadan, xüsusilə Böyük Britaniyadan dünyanın bölüşülməsində pay tələb etməsinə gətirib çıxartdı ki, bu da müharibəyə səbəb oldu. Lakin Almanya 1918-ci ilin yayında ABŞ-nin müharibəyə daxil olmasından sonra 1917-ci ildə ABŞ bildiyimiz üzrə 1917-ci ildə Almanya onun müttəfiqlərini müharibəyə elan edir, Antana tərəfinə daxil olur. Və ABŞ gələndən sonra Avropaya 1918-ci yayında Almanya qoşunu məğlubiyyətə uğradılır. Bu zaman Alman hakimiyyəti ABŞ prezidenti Woodrow Wilson'dan sülh istəyir, lakin geri rədd edir Woodrow Wilson bunu. Bu zaman isə sosial-iqtisadi vəziyyət gərginləşir Almaniyada. Hakimiyyət yaxşı başa düşür ki, bu inqilaba gətirib çıxaracaq, ona görə tədbirlər görür. Bir növ əhalinin başına qatması üçün. Daha sonra isə əhalidə ruh yüksəlliyi yaratmaq hansı formada istəyirdi ruh yüksəlliyi? Alman dəniz qüvvələrini, Kiel şəhərində olan dəniz qüvvələrini İngilislərə qarşı müharibəyə cəlb etməklə. Lakin əskərlər bundan imtina etdilər. Bu da inqilaba gətirib çıxartdı. Müharibənin gedişatında, hələ müharibə bitməmiş, 1918-ci il noyabrında Almaniyada burja inqilabı oldu. Və nəticədə monarxiya, yəni 2-ci imperiya devrildi. Almaniya tarixində ilk dəfə nə yaradıldı? Respublika. Almaniya tarixində 1918-ci il noyabrında Almaniya Respublika oldu. Biz isə anda inteqrasiya edirik tarixdə yaradılan respublikalara. Tarixin ilk respublikası Romadır. Eradan əvvəl 5-9-cu ildə. Bu demokratik respublika deyildi, bu quldar respublikadır. Növbəti respublikamız gəlir 1649-cu ildə İngiltərə respublikaya oldu. Daha sonra respublika var harda? 1776-cı ildə Amerika Birləşmiş Ştatları respublikaya oldu. Daha sonra gəlir nə? 1792-ci ildə Fransa respublika elan olunub. Fransa qeyd etməlidir ki, həm də ki 1871-ci ildə respublika elan olunub. Fransa həm də 1946-cı ildə respublika elan olunub və 1958-də də. Daha sonra Türkiyə 1923-də respublika elan olunub. Daha sonra Rusiya 1917-də respublika olunub. Azərbaycan isə 1918-də respublika elan olunmuş olur. Yəni Almanya 1918, Azərbaycan 1918 respublika elan olması, Türkiyə 1923 və digər saydığımız dövlətlər tarixlərində respublika elan olunmasıdır. Respublika dövrü başladır və bir il sonra isə 1919-cu ildə isə Almaniyanın Weimar şəhərində yeni yaradılmış respublikanın konstitusiyası qəbul olundu və bu da adlanır Weimar konstitusiyası. Bununla da Weimar respublikası dövrü başlayır. 19-da Weimar şəhərində konstitusiya qəbul olduğu üçün bu həm də Weimar respublikası adlanır. 1909-dan 1933-cü iləcən mövcud olmuşdur. İnqilabdan sonra noyabrda, inqilabın ardınca Almaniya təslim oldu, təslim aktını imzaladı və şərtlər çox ağır oldu təbii ki. Beləcə 1909-cu ilin Weimar konstitusiyasına görə Almaniya prezidentli, parlamentli, federativ respublika oldu. Yəni Reichstag qanunverici orqan oldu. Reichstag binası qanunverici orqan oldu. Prezident hakimiyyəti, bir də Reichskansler. Yəni 3 hakimiyyət orqanına bölündü. Reichstag qanunverici orqan, prezident və bir də Reichskansler oldu. Gəlir nə? Almaniyanın 20-ci illərdə vəziyyəti çox pisləşdi. Çünki müharibədə məğlub çıxıb, zəngin məmləkətlərə olan Elzas və Lotaringiyanı itirib, bütün müstəmləkələrdən məhrum olub, üzərinə külli miqdarda təzminat qoyulub və 20-ci illərdə birinci arasında inflyasiya o qədər hədsiz dərəcə artıb ki, artıq insanlar pulu bir növ etibarsız sayırlar, o qədər inflyasiya olub ki. Almaniya düşdüyü bu cür çətin durumdan həm faşist partiyalar, həm də digər sosialist, kommunist partiyalar yaranmağa oldular. 1920-ci ildə Almaniyada nasist partiyası yaradıldı ki, bu da Almaniyanın gələcəkdə faydasını gətirib çıxartdı. Almaniya 1922-ci ildə İtaliyada Yena konferansında iştirak etdi müharibədən sonra.
1923-cü ildə Fransa və Belçika Almaniyadan təzminatı tələb etdi, amma hərbi yolla. 1923-cü ildə Fransız və Belçika Birləşmiş Qüvvələri Almaniyanın Ruhr bölgəsinə hücum etdi ki, Almaniya təzminatı alsınlar. Təbii ki, Almaniya bunu heç də bilməzdi və dövrəyə ABŞ girdi, Amerika Birləşmiş Ştatları və o Dawes planını irəli sürdü. Dawes planına görə Almaniya təzminatın vaxtını uzatmalıdır və bu belə də oldu. ABŞ-nin sözündən nə Fransa, nə Belçika çıxmadı. Elə həmin ildə 1923-cü ildə Almaniyada pivəxana qiyamı oldu. Nədir bu pivəxana qiyamı? Münhem şəhərində Nasist Partiyasının başçısı Adolf Hitler hakimiyyəti qəsb etmək istədi. Pivəxana qiyamını cəhd etdi. Yəni şəhərdə o belə deyək bir kafe idi bu formada. Lakin qiyam baş tutmadı. Onu həbsə atdılar. Almaniyada 1923-də 2 hadisə oldu. Fransa Belçikanın Almaniyanın Ruhr bölgəsinə qoşun yeritməsi və pivəxana qiyamı. Həmin ilə digər hadisə isə olur. Nəzər salıb görür ki, Türkiyə Cümhuriyyətinin yaranması 1923. Həmçinin də Lozanna konfransı olub Türkiyə tarixində. 1924-cü ildə Almaniyanın iqtisadiyyatında inkişafının sabitlik dövrü başladı. Ona görə də Alman iqtisadiyyatının qızıl dövrü adlanır bu. 1924-dən 1929-cu iləcən. Bu qızıl dövr necə yarandı? Almaniyanın tam zəiflədilməsinin tərəfdarı olmayan bir dənə dövlət var idi. O da ABŞ. ABŞ istəmirdi ki, Avropada İngiltərə, Fransa çox güclənsin. Ona görə 20-ci illərdə ABŞ Almaniyaya yardım etdi. Yardım paketləri etdi, kreditlər verdi. Beləcə sənaye dirçəldi və 24-29 Alman iqtisadiyyatının qızıl dövrü adlanır. 1925-də Almaniya İsveçrədə Locarno konferansında iştirak etdi və Locarno konferansının gedişatında Almaniya və digər Avropa dövlətləri, Fransa, Belçika arasında Reyn təminat paktı imzalandı ki, bu da yenidən Almaniyanın beynəlxalq arenalara qayıtmasına gətirib çıxartdı ki, 1926-cı ildə Almaniya Millətlər Cəmiyyətinə üzv oldu. Lakin qızıl dövr bitdi 29-da. Çünki ABŞ-də 1929-da iqtisadi böhran yarandı. Bu Avropaya təsir göstərdi. Avropada bu böhran ən çox özünü Almaniyada büruzə verdi. Niyə? Çünki Alman iqtisadiyyatı və sənayesi ABŞ-nin yardımları ilə ayaqda dururdu. 29-cu ildə ABŞ Almaniya yardım paketlərini kəsdi. Çünki ABŞ-nin vəziyyəti pis idi. Və bununla da iqtisadiyyatın qızıl dövrü bitmiş oldu. Lakin yenidən Almaniyadan təzminat tələb olunur 29-cu ildə, digər Avropa dövlətləri. Niyə? Çünki özləri pula ehtiyacı var. 29-da susmuşlar. Bu zaman yenidən Amerika Birləşmiş Ştatları dövrəyə girir. Məhz o zamanki ABŞ prezidenti olan Herbert Hoover'in təklifi üzərinə 1932-ci ildə Almaniyadan ümumiyyətlə təzminat alınması dayandırıldı. Bitdi. Bununla paralel olaraq isə elə 1932-ci ildə nasistlər Adolf Hitler xalqa müxtəlif vədlər, popülist vədlər verərək hakimiyyətdə təmsil olmağa başladılar. Bu necə oldu? 23-cü ilin pivəxana qiyamından sonra Hitler başa düşdü ki, hakimiyyəti qəsb etməyin ələ almaq olmaz. Ona görə yenə təbliğat edək. Onlar beləcə böyük təbliğat maşinini işə saldılar. Almaniyanın hər bir yerində əhali bildirirlər ki, əgər biz olmasaq, böhran öhdəsinə gələ bilən olmayacaq. Əgər biz olmasaq, ən əsası kommunistlər hakimiyyətə gələcək. Və bu belə də oldu. Əhali bunlara inanaraq özləri gələcəkdə öz faciələrini hazırladılar. 1932-də parlamentdə nasistlərin təmsil olmasına əhali özü izin verdi. Yəni seçkilər oldu. 1932-də nasistlər parlamentdə seçkilərdə qalib gəldilər. 1933-də isə Hitler özünü Reichskansler elan etmiş oldu. 1933-cü ildə. Və 1933-cü ildən etibarən Hitler artıq başladı diktaturanın təməlini qoymağa. 1933-dən etibarən o azadlıqları ləğv etməyə başladı və bununla yanaşı həm də Gestapo, gizli polis yaratdı. Alman dövləti digər daxilində olan muxtar qurumların hamısını əlindən aldı və bununla da 1933-də artıq bu deməkdir ki, Weimar Konstitusiyası, Weimar Respublikasının sonuna gəlib çatdı. Çünki o diktaturanın təməlini qoydu 1933-cü ildən etibarən. Və elə həmin ildə isə digər hadisə 1933-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı. Almaniya Millətlər Cəmiyyətinə 1926-da daxil oldu, 1933-də isə nə oldu? Çıxmış oldu. Ardınca isə 1934-də Almaniyanın prezidenti Hindenburg öldü və bunun davamında isə Hindenburg ölən kimi o prezident idarəsini ləğv etdi. Özünü həm Reichskansler, həm də prezident elan etdi və bütün hakimiyyəti öz əlində cəmləşdirdi və özünü Führer, rəhbər elan etdi.
Və bununla da konkret totalitar diktatoranı yaratmağa başladı. Həmçinin də yarattı. Sonra bunun davamında özü üçün Almaniya müttəfiqlər tapmalıdır. Həmçinin də artıq nə etməlidir? İşğallara başlamalıdır. İlk öncə 1935-dən səsvermə ilə Saar vilayətini səsvermə yolu ilə özünə birləşdirdi 1935-də. Həmçinin də 1935-ci ildə artıq Versal sisteminə zidd olaraq bütün hərbi dəniz donanmasını, hərbi hava qüvvələrini artıq nə etdi? Belə deyək, geridən dərb etməyə başladı. Bu isə o deməkdir ki, Versal sistemin maddələri pozulur. 1936-cı ildə isə Hitlerin əmri ilə Almaniya Reyn zonasına qoşun yeritdi. Bu artıq rəsmən Versal sisteminin çöküşüdür. 1936-da Reyn zonasına qoşun yeridir. Nəticədə Versal sistemi 1936-da nə olur? Süqut etmiş olur. Və 1936-cı ildə Almaniya, İtaliya, Yaponiya ittifaqı imzalanır. Bu Antikomintern paktı idi. Antikomintern paktı 36-cı ildə təməli qoyulur. Bu üç dövlət müttəfiq olurlar. Antikominternə görə beynəlxalq kommunizmə qarşı mübahisə aparmalıdır bu üç dövlət. Niyə görəsən İtaliya Almaniyanın dostu olur. İtaliya halbuki Dünya müharibəsində Almaniyaya düşmən olmuş. Niyə? Çünki İtaliya ona vəd olunan torpaqlar ona verilmədi. Böyük Britaniya, Fransa və Rusiya onu aldatmışlar bir növ. Müharibədə İtaliya qaliblərin əsasında məğlub çıxmışdı. Döyüşmüşdü, ziyanı uğramışdı. Lakin Böyük Britaniya və Fransa dünyanı bölüşdürəndə ona pay verməmişlər. İtaliya küsmüşdü köhnə dostlarından. Ona görə Almaniya yaxınlaşdı. Niyə Yaponiya? Yaponiyanın isə ABŞ, Yaponiyanın uzaq şərqdə 1922-ci ildə Vaşinqton konfransı ilə əl qolunu bağlamışdı. Ona görə Yaponiyada gəldi, Almaniya ittifaq oldu, dost oldu. Tamamında isə 1938-ci ildə Hitler öz ana vətəni saydığı Avstriyanı da dinc yolunu özünə birləşdirir. Həmçinin elə həmin ildə 1938-də Hitlerin işğallarını durdura bilmir Avropalılar və Münhen konfransı keçirilir 1938-də. Qərar verilir ki, Çexoslovakiyanın Sudet vilayəti də Almaniya birləşdirilsin. Növbəti hədəf Sudet olur. 38-də birləşdirilir. 1939-da isə Hitler bütünlüklə Çexoslovakiyanı birləşdirir. Və bununla da ilk dəfə olaraq Hitler Almaniyası Almanların yaşamadığı bir ərazini tutur. Bu nə deməkdir? 1935-də ilk olaraq Saarı özünə birləşdirmişdi. Orada Almanlar yaşayırdı. 1936-da Reyni birləşdirmişdi. Orada da Almanlar yaşayırdı. 1938-də Avstriyanı özünə birləşdirmişdir. Orada da Almanlar yaşayırdı. 1938-də Çexoslovakiyanın Sudet vilayətini birləşdirmişdi. Orada da Almanlar yaşayırdı. İlk dəfə isə bütünlüklə Çexoslovakiyanı tutmanın 39-da ilk dəfə Almanların yaşamadığı bir ərazini tutdu. Davamında isə həmin ildə 1939-da Polad paktı imzalanır. Almaniya, İtaliya, Yaponiya arasında Polad paktı. 1939-un yanında həmçinin SSR ilə Almaniya arasında Ribbentrop-Molotov paktı imzalanır. 1939-un avqustunda. Kimlər arasında? SSR və Almaniya. Adı nədir? Ribbentrop-Molotov. Bu paktın üzdə görünən tərəfi oydu ki, hər iki dövlət bir-birinə söz verir ki, bir-birimizə hücum etməyək. Lakin 1939-un yayında bu iki dövlət arasında imzalanan Ribbentrop-Molotov paktının gizli maddələri isə nə idi? Polşanın qərbi və Litva Almaniyanın nüfuz dairəsində olmalıdır. Yəni Almaniyanın ərazisi hesab olunur bu. Latviya, Estoniya, Finlandiya, həmçinin Bessarabiya isə SSR-nin nüfuz dairəsində hesab olunmuş olur. 1940-cı ildə isə Almaniya, İtaliya, Yaponiya arasında üçlük paktı imzalanır. 1936-da bunlar Antikomintern paktı imzalanır. İttifaqın təməlini qoyur. 1939-da Polad paktı, 1940-da isə üçlük paktı imzalanır. Beləcə, Hitler Almaniyası onun müttəfiqləri Avropada müharibə ocağını yaratmış olurlar öz işğalları ilə. Digər Avropa dövlətləri isə Almaniyada qorxduğu üçün bu işğallara göz yumurlar. Və bu da gələcəkdə bütün Avropa üçün böyük bir müharibəyə gətirmiş olur. Və dərsimiz də bundan ibarətdir.